Salam aleykum. Artıq 5-ci dərsimizdə növbəti hərəkəti öyrənməyə başlayırıq. Deməli, bu hərəkətdə yetərincə, baxımlı, gözəl hərəkətdir. Çətindir, əvvəlcədən deyirəm. Deməli, hərəkət, yenə birinci ayaqlardan başlayırıq. Hərəkət özü ümumiyyətlə iki hissədən ibarətdir. İkinci hissəsini artıq hamınız bilirsiniz, yəni ki, öncəki dərsləri izləyənlər. Birinci hissəsi də kifayət qədər sadədir. Yəni, ayağınızı açırıq. Bu hərəkət onlarda, yəni ki, çəpinə də eləmək olar, yəni ki, dərəcədə, yəni bucaq altında və düz qarşıya da eləmək olar, yəni ki, hər iki halda da hərəkət düzdür, fərqli görsənir, amma hər iki halda yəni eləmək olar. Deməli, birinci, ayağınızı açırıq önə və birinci hissə iki saydan ibarətdir. Bir saya ayağınızı bükürük, amma çəpinə, yəni ki, sağ ayağınızı açmışıqsa, sol ayağınızı tərəfə bükürük. Yəni bu qədər, çox lazım yox, çox arxaya aparmaq lazım yox, qabaqda da saxlamaq lazım. Rahat şəkildə. Ayağınızı açmışıq deməli 25-30 dərəcə önə və bükürük sərgəli. Bura, yana, çəpinə. Ondan sonra qaytarırıq və bir say ərzində ayaq həm bükülür, həm açılır. İkinci saya ayağımız, yəni ki, bu vəziyyətdə düz xət üzrə bükülür. Və ikinci hissəsi, yəni bu birinci hissəsidir. Bir və iki və. Və ikinci hissəsi sadəcə o bükülənmə hərəkəti ilə ayağımızı dəyişirik və sol ayaq gəlir, yəni o bir ayaq. Və bu ayaqdan davam edirik. 1, 2, yəni eynici 1, 2, 1, 2, 3. 1, 2, 1, 2, 3. Bu hərəkətdə də 4-cü dərsin hərəkətində olduğu kimi pəncəni dartırıq ki, ayaq sərgəli gözəl olsun və hərəkətin baxımlılığı da elə bundan asılıdır. Əllər. Əllər yəni bir neçə variant götürmək olar. Bugün iki variant götürəcəm, yəni ki, mənə gəlir kifayət edir. Birinci variant, sadəcə olaraq əllərimizi yanda saxlayırıq, yəni bu qədər. Və nə eləmək olar? Əlavə, kiçik bir əlavə eləmək olar. Ayağımızı, sağ ayağımızı sol tərəfə, yana, çəpinə bükəndə biraz baxışımızı dəyişirik, həmin tərəfə. Yəni sağ ayaq sola gedir, başımızda bir saya gedir ora. İkinci saya qaytarılır baxışı qarşıya və ütüləmə ərzində heç nə eləmir. Nə əllər, nə baxış, heç. Və növbəti ayaqla, yəni ki, sol ayaqla hərəkət eləyəndə, sol ayağı sağa bükəndə başımız baxır sağ tərəfə, iki sayla qaytarırıq və ütüləmədə heç nə eləmir. Dayanmadan eləyim hərəkəti və bir şey də deyim, bu hərəkətdə də ayaq bükülüb açılanda bədən amortizasiya edir. Yəni, hər bir saya, birinci, yəni hərəkət dediyim kimi iki hissədən ibarətdir. Birinci hissə iki saydan ibarətdir və bu iki say ərzində, bir say ərzində də bədən qalxır, düşür və ikinci say ərzində də bədən qalxır, düşür. Ütüləmək isə, yəni ki, bildiyimiz itirələri. Hərəkəti başdan göstərirəm. 3, ayağınızı açırıq, 4. Eləyirik. 1, 2, 1, 2, 3, 1, 2, 1, 2, 3, 1, 2, 1, 2, 3, 1, 2, 1, 2, 3. Yəqin ki, hərəkəti tam bu şəkildə gördünüz. Gördünüz ki, kifayət qədər baxımlı hərəkətdir. Və növbəti əllər, yəni ikinci variant, sağ ayağımızı önə açanda və sol tərəfə bükəndə, sol əlimiz, yəni ya bu vəziyyətdə əlimizin içini çeviririk özümüzə qarşı, biraz da artıq. Sağ əlimiz isə gəlir artıq. Düz görür ki, bel mərkəzinə, yəni ki, bu kəmər səviyyəsində. Bir saya əl gəlir bura, ikinci saya əllər qayıdır öz yerinə, ütüləmədə əllər heç nə eləmir. Və sol ayaqla da eləyəndə sağ əl bir saya gəlir qarşıya, sol əl isə belin arasında. İkinci saya qaytarırıq əlimizi öz yerinə
və yükləmədə heç nə eləmir. Bu variantı da tam göstərim, sonra musiqi ilə götürəcək, biraz yüksəkdən. 3, 4, 1, 2, 2, 3, 1, 2, 2, 3, 1, 2, 2, 3, 1, 2, 2, 3. Və yəni, bu əllər ikinci variantda. Yəni, əlləri belə də tuta bilərsiniz. Arxadakı əl dəyişilir. Arxadakı əl ilə bu vəziyyətləri, əlini çölə baxır. Və sinəmizin üzərindəki əl belə də ola bilər, belə də ola bilər. Yəni, hər iki variantda mövcuddur. Belə. Göstərəm ikinci variantı. 3, 4, 1, 2, 2, 3, 1, 2, 2, 3, 1, 2, 2, 3, 1, 2, 2, 3. Belə. İndi isə musiqi ilə götürək hərəkəti. Hər iki variantı da, yəni ki, başla olan variantı da, əllərlə olan variantı da dalbada göstərəm ki, hər iki variantı görürsünüz. 3, 4. İndi isə ikinci variant. Mənə elə gəlir, bu hərəkət barədə kifayət qədər məlumat verə bildim, göstərişlər, məsləhətlər və inanıram ki, öyrənəcəksiniz, dərslərimizi izləyəcəksiniz. Bugünlük də bu qədər. İnşallah növbəti dərsimizdə görüşərik. Diqqətinizə görə təşəkkür ederim.